Salam, hər vaxtınız xeyirli olsun. Bu gün biz bu videomuzda sıfırdan necə biznes qurmaq olar, süni intellektlər vasitəsilə onu göstərəcəyik. Əslində burada birinci sayt olaraq, süni intellekt proqramı olaraq Numify idi. Burada ad tapmaq mümkündür. Ancaq kim ki başqa saytlara daxil olmaq istəmirsə, elə ChatGPT üzərindən də belə deyək, Google Gemini üzərindən də adları tapa bilər. Sadəcə həmin sahəni yazırsınız və sizə lazım olan adı deyir. Məsələn, burada gördüyünüz loqa daha çox sahəni yazırsınız, qeyd edirsiniz və sizə belə deyək, domen adları təklif edir. Bilirsiniz ki, bir biznes qurduğumuz zaman ən önəmli məsələlərdən biri adlar və loqolardır. Burada isə sadəcə adı yazmaqla müxtəlif formatda loqolara çevirə bilirsiniz. Gördüyünüz kimi bu da növbəti bir sayt ideoqramdır. İdeoqramda isə artıq loqolar hazırlayırsınız. Kodibdə belə deyək, domen adları seçirsiniz. Daha doğrusu Kodib dediyimiz bizim mağazanın adıdır. Lukada məsələn loqolar hazırlayırsınız. Bu ideoqramdır. İdeoqramda isə sizə müəyyən kredit verir. Məsələn, Kodib geyim mağazasının adıdır və onu hazırlayır. Siz bunu planlar şəklində də bölə bilərsiniz. Və biz bu videonu parça-parça hissələrə ayıracağıq. Gördüyünüz kimi burada logo description üçün belə bir təsvir verir və loqonun təsvirinin daha detallı olmağı üçün, daha süni intellektə anlaşılan olmağı üçün belə deyək, sizə alternativlər də təklif edir. Gördüyünüz Kodib nə iləsə bağlı olmalıdır. Yəni düşündüyünüz ad nə iləsə bağlı olmalıdır sahədə və brendləşmə məsələsində daha çox ön plana çıxır. Bir biznes qurduğunuz zaman biznes planı çox önəmli bir belə deyək, məfhumdur, anlayışdır və bu biznes planından əlavə ilk quracağınız, hazırlayacağınız şeylər təqdimatdır, addır, loqodur, sloqandır, saytdır, sosial media hesabları və sairə. Yəni bunlar olmadan belə deyək, bir biznes qurmaq, bir məhsul və yaxud da xidmət satmaq qeyri-mümkündür. Burada isə təqdimatlar üçün Gamma appdən istifadə eləyə bilərsiniz. Bu da süni intellekt vasitəsilə təqdimatları hazırlayır. İstəyə uyğun olaraq belə deyək, fərqli dizaynlar verə bilərsiniz, redaktə etmək mümkündür. Yəni bu maksimum bizə belə deyək 20 və yaxud da 30 saniyə vaxt hazırlamaq üçün vaxt gedir 20-30 saniyə. Burada isə biz belə deyək, Canva-da süni intellekt vasitəsilə post hazırlaya bilərik. Bəzən deyirlər ki, Canva-da post hazırlamaq əgər süni intellektlə hazırlayırıqsa, o zaman hərflər səhv verə bilir. Bunun üçün isə alternativ həll yolları var, hansı ki, Canva-dan hazırlayıb, əgər hərf səhvi varsa, onun üzərində düzəliş edə bilərsiniz və yaxud da şəkli bəyənmədiyiniz şəkli dəyişə bilərsiniz. Yəni, burada da göründüyü kimi biz Canva üzərində tək Canva deyil, hətta professional şəkildə sıfırdan post və yaxud da reels hazırlayan süni intellekt vasitələri də var ki, növbəti videolarımızda biz onların adını çəkəcəyik. Artıq loqo hazırdır, artıq məsələn post hazırdır. Gələn dərslərdə isə biz reels videolarının hazır formata gətirilməsindən danışacağıq. Hətta biznesdə necə sistemi avtomatlaşdırmaq olar, onunla da bağlı bizim dərslərimiz olacaq. Bu dərsləri sadəcə ilkin kontent olaraq sizinlə paylaşıram ki, yəni bir biznes qurmaq üçün yarım saat, maksimum 40 dəqiqə vaxt sərf edib öz brendinizi qura bilərsiniz. Brendləşmə çox önəmli bir şeydir. Əlbəttə, sosial mediada alqoritm dəyişə bilər. Bəzən insanlar ehtiyat edir ki, süni intellektlə biz post hazırlayırıq. Bu alqoritm dəyişdiyi zaman bizim belə deyək, sosial media hesablarının izlənməsinin düşməyinə təsir edə bilər. O kimi hallar baş verə bilər. Ancaq belə düşünün, əgər süni intellektlə hazırlanan videolar viral olursa, trend olursa, deməli hələ də süni intellektə ehtiyac var. Və artıq bu süni intellektlə çalışmaq 2020-ci ildən var.
2025-ci il isə artıq süni intellekt agentlikləri dövrüdür və bu kimi proqramların hamısı demək olar ki, müəyyən bir sistemə əsaslanaraq qurulub. Məsələn, Canva-nın özündə elə hər şey eləmək olur. Süni intellektin inteqrasiya olunmasından sonra isə artıq daha da sadələşib. Məsələn, bax gördüyünüz bu proqram Lovable appdir. Bu bizə gələcəkdə lazım olacaq. Gələcəkdəki dərslərdə Lovable appə nəyi inteqrasiya edərək hansı sistemləri hazırlaya bilərik, başqa hansı proqramdan istifadə edə bilərik, onları da biz haqqında danışacağıq. Burada isə gördüyünüz kimi biz prompt istəyirik. Bu promptu belə deyək, bir sayt hazırlamaq üçün istəyirik və burada promptu veririk. Müəyyən limitləri olur, ancaq kredit olaraq ən çox kredit verən süni intellekt vasitələrindən də biri mən deyərdim ki, Lovable appdir. Daha sonra isə biz baxırıq, belə deyək, təqdimatımıza. Artıq təqdimatımız hazırdır. Təqdimatda da dəyişikliklər etmək istəsəz, burada redaktör bölməsi var. Oradan dəyişikliklər edə bilərsiniz. Azərbaycan dili, türk dili var. Məsələn, Azərbaycan dilində mətni yazdığı zaman onu Azərbaycan dilində də sizə təqdim edir. Və gördüyünüz kimi bu cür proqramları hazırlamaq, daha doğrusu bu cür kontenti hazırlamaq üçün az vaxt sərf olunur və süni intellekti həyatınıza inteqra edərək daha çox vaxt qazanmış olursunuz, daha çox belə deyək, satış yönümlü düşünmüş olursunuz. Məsələn, başqa bir slayd hazırlayan, təqdimat hazırlayan proqramlardan biri də Tom appdir. Bu isə nədir? Burada isə artıq siz öz sahənizə uyğun olaraq şirkətlərin məlumatlarını əldə etmiş olursunuz. Bunlar ictimaiyyətə açıq məlumatlar olduğundan burada insan, yəni belə deyək, istehlakçı, yəni kim ki sizdən məhsulu və yaxud da xidməti alacaq, o sahə ilə maraqlı olan insanlar və yaxud da o sahə ilə maraqlı olan şirkətlər. Məsələn, deyək tikinti şirkətlərindən bağlı, belə deyək, siz tikinti məhsulları satırsınız, artıq o tikinti şirkətləri sizə müraciət edə bilər və yaxud da siz təklif hazırlayıb tələbə uyğun olaraq onlara təklif verirsiniz e-mail vasitəsilə və gələcəkdə biz dediyimiz sistemlərin avtomatlaşdırılmasında isə məhz süni intellektdən istifadə edərək necə avtomatik e-mail göndərmək olar, onları da biz öyrədəcəyik. Gördüyünüz kimi göz qarşısındadır, təqdimatı hazırlayır. Yəni belə deyim, mən burada daha detallı məlumat vermirəm təqdimatla bağlı, amma bunu deyərdim ki, geyimlərin növündən asılı olaraq rəng, belə deyək, palitra fərqliliyi də var. Hansı ki, qara, yaşıl rənglər, hansı ki, daha çox klassik geyim satan insanlar qara, ağ rənglərdən daha çox istifadə edirlər, yaşıl yox. Və yaxud da fəslə uyğun olaraq geyimlər, orada isə daha fərqli rənglərdən istifadə olunur. Bax, görürsünüz, postları da hazırladığımız zaman biz daha fərqli rənglərdən, tonajlardan istifadə edə bilirik. Ad, məsələn, vizit kartdır. Bu vizit kartı hazırlamaq çox sadədir. Canva üzərindən hazırlaya bilərsiniz. Yəni, Canva-da təqdimat da hazırlamaq olur, Canva-da post hazırlamaq olur, Reels hazırlamaq olur. Amma artıq Google Gemini VO3 olduğu üçün daha çox Google-un təklif etdiyi proqramlardan, süni intellekt vasitələrindən insanlar istifadə edirlər. Amma Canva da öz işləkliyini qoruyub saxlayır. Bu dərsdə isə sizə bəhs edəcəyim, demək olar ki, bütün kontent ChatGPT üzərində qurula bilər. Daha sonra Canva-ya daşına bilər. Hətta Lovable-da düzəldilən, belə hazırladığımız sayta baxın. Yəni, həm dizayn baxımından, həm də daha çox prompt əlavə edərək, belə deyək, səhifələr arasında keçid edə bilərsiniz. Özünüz üçün, belə deyək, daha rahat olmağı üçün, səhifəni idarə eləmək, saytı idarə eləmək üçün admin panel də əlavə edə bilərsiniz. Yəni, bunların hamısını avtomatik şəkildə edir. Və avtomatlaşdırılmış sistem dediyim budurmu? Xeyr. Yəni, gələcəkdə artıq biz ondan bəhs edəndə siz görəcəksiniz ki, yəni, sadəcə bir prompt yazmaqla belə həmin bu saytlar kimi sıfırdan bir proqram hazırlayırıq. Daha doğrusu sistem hazırlayıb və onu proqrama çevirə bilirik. Bu isə One AI-dir. One AI-da siz videolarda hazırlaya bilərsiniz. Hansı ki, günə belə deyək,
kreditlər verir. Bunun ən rahat üsulu isə əgər Google hesablarınız azdırsa və onları istifadə etmək istəmirsinizsə, temp meyllər vasitəsilə girib, məsələn, temp meyllər 10 dəqiqəlik, 5 dəqiqəlik meyllərdə daxil olub, siz orada deyərdim ki, 1 və yaxud da 2 kredit istifadə edə bilərsiniz gündəlik və bu da məsələn 20 dənə temp meyldən istifadə elədiyiniz zaman bu 40 video, 20 video eləyir. Hansı ki, artıq sizin belə deyək, kontent üçün lazım olan video müddəti və video belə deyək, reelslər artıq hazır olur. Onları isə editləmək, redaktə etmək çox rahatdır. Redaktə üçün də bir süni intellekt proqramı var. Daha doğrusu deyərdim ki, bir yox, bir neçə dənədir. Onları da sizə gələn dərslərimizdə izah edəcəm. Hətta Canva-nın özündə sayt hazırlamaq da mümkündür. Baxın, məsələn, burada ChatGPT-də də hazırlaya bilərsiniz. Şəkillər hazırlayıb üzərinə mətnlər əlavə edə bilərsiniz. Bu da sizə hazır post ola bilər və yaxud da One AI kimi və yaxud da Google VO3 kimi və yaxud da Kling AI kimi, belə deyək, Pixforce kimi proqramlardan istifadə edərək daha yaxşı, daha keyfiyyətli videolar, reelslər ərsəyə gətirmək mümkündür. Məsələn, gördüyünüz kimi Codip, bu burada da artıq görürsünüz ki, Codip'in belə deyək, bir videosu hazırdır, reels videosu hazırdır. Növbədə isə bizə biznes üçün lazım olacaq sloqanı dedik, loqonu dedik, adı dedik, necə reels hazırlamaq olar, onun haqqında danışdıq, sayt hazırlamaq olar, təqdimat hazırlamaq olar, onun haqqında danışdıq. Burada isə əgər bir geyim markasıdırsa, siz onlara mock-uplar da edə bilərsiniz. Yəni, mock-up nədir? Bir geyimin üzərində və yaxud da geyim olmasın, hansısa bir məhsulun üzərində onun dizayn edilmiş formatının vizuallaşdırılması, yəni görüntüsü. Tutaq, siz bir stəkanın üzərində öz adınızı qeyd eləmək istəyirsinizsə, onu mock-up şəkil formatında düzəldirsiniz. Daha sonra isə, belə deyək, hazır məhsul halına gətirmək mümkün olur. Burada isə artıq Canva-da sayt hazırlanır və buradan da göründüyü kimi siz ideoqramdan istifadə edib loqodan əlavə post da hazırlaya bilərsiniz. Yəni, yuxarıda görürsünüz saytları və bu sayt isə Apollo-dur. Apollo-da siz müştəriləri tapa bilərsiniz rahat şəkildə və onlara uyğun təklif mesajları isə ChatGPT-də hazırlayaraq öz mağazanızın linki, sosial media hesabları və web saytınızın, belə deyək, linkini, məkanı varsa məkanı yəni yerləşdirərək onlara təklif vermiş olursunuz. Bu da yəni növbəti bir belə deyək, web saytı, hansı ki, Canva ilə hazırlanıb. Məsələn, interior və exterior dizayn üçün, əgər mağazanız varsa, onun interior və exterior dizaynında sırf ideoqramla hazırlaya bilərsiniz. Burada isə üstü model məsələsidir, hansı ki, üstü modelin üzərinə geyimlərinizi yerləşdirə bilərsiniz. Buna isə try on deyirlər, yəni geyimləri süni intellektlər vasitəsilə markaların üzərinə geyindirirsiniz və onların üzərində necə görünür və onlardan hətta istər